suala baxacağıq. 1 dəqiqə ya 40 saniyə suala görə vaxt verəcəm. Mən deyəndə mesaj yerinə cavab yazın, onda yazacaqsınız. Mən deməmişdən əvvəl cavab yazanın cavabını saymayacağam onsuz, yəni. Düz olsa belə o mənim üçün səhv sayılır. Və siz axırda qeyd aparın. 20 sualdan neçəsinə cavab verə bildiniz, neçəsinə cavab verə bilmədiniz, nə etdiniz bu şəkildə. Yaxşı? Yəni hər kəs burada da eşidir səsimi. Aha, onda başlayaq. Deməli, birinci sual. Səmiz o səsi bağlayın. Mən deyəndə cavabı yazarsınız. Cavab yazın deyəndə cavab yazarsınız. Kim ekranı görməsə desin, görürmü ekranı hər kəs? Bəli, görürəm. Aha, onda buyurun, birinci sualın cavabını yazın uşaqlar. Müəllimə E hərfi. Xahiş edirəm səslə yox, yazın. Səsi açmayın. Aha, indi izah edirəm. Kifayətdir. İzah edirəm. Deyir, O nöqtəsindən keçən ox ətrafında fırlanan disk üzərindəki A və B nöqtələri üçün hansı münasibət doğrudur? O nöqtəsindən keçən disk dediyi üçün bunlar mərkəzləri eyni olan bizə çevrələri verir də, demək olar. A-dan da keçirsək, mərkəzləri eyni olan çevrələrə bənzədir. Biz demişik ki, mərkəzləri eyni olan çevrələr üçün nələr eynidir? Əgər biz məsələn əlimizdəki üzüyü düşünsək, üzüyün içərisi də var, çöl tərəfi də var da çevrəsi. İçərisini fırlatdıqca çöl də eyni fırlanır da, düzdür, tam bir dövrə. Ona görə içərisinin periodunla çölün periodu nə olacaq? Eyni. Period eynisə periodun tərsi də nə olacaq? Eyni, düzdürmü? Sonra omeqalar nə olacaq? Eyni. Bəs nəyi fərqli olacaq? Fərqli olan sürəti, təcili və getdiyi yollar, val. Belə yazıda saxlaya bilərsiniz. Bəs bu üçü nəyə görə dəyişir, necə dəyişir? Bu üçünün dəyişmə səbəbi bunların radiuslarıdır, uşaqlar. Məsələn, O'dan B nöqtəsinə qədər olan radius, O'dan A nöqtəsinə qədər olan radius, bura C desəm, O'dan C-yə qədər olan radiusa görə. Baxıram, birinci üçün yazsam, B nöqtəsinin radiusuna nə yazacağam? Elə bir asılılıq yazmalıyam ki, kəmiyyətlərdən biri sabit qalsın ki, mən müqayisəmi apara bilim. Məsələn, A nöqtəsinə uyğun omega kvadratı R yaza bilərəm. 4pi kvadratı R bölünsün T kvadratı yaza bilərəm. Və baxıram ki, aynen R necə asılıdır? Düz asılıdır, düzdürmü? İndi ona görə görürəm ki, radius nə qədər çoxdursa, hansı çevrənin radiusu daha çoxdursa, onun təcili daha çox olacaq. Və baxıram ki, A-nın radiusu B-dən daha çoxdur. Ona görə AA böyükdür AB-dən və digəri nə olacaq uşaqlar? NA isə bərabərdir NB-yə. Diye variantı yazanlar bəli, hər biriniz düz yazmışsınız. Afərin. İndi keçin növbəti suala. Növbəti sual üçün 10 saniyə, 20 saniyə vaxt verəcəm. Sonra yenə dedim yazın. Mən yazın deyənə qədər xahiş edirəm cavabı yazmayın. Onsuz düzgün almayacağım. Çünki mən yazın deyəndən sonra biləcəm ki, hansı suala cavab verirsiniz. Belə, fikirləşin. Uşaqlar yazın. C, D, C, C, D, C, C. G hərfi yoxdur, Pəri. D, 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 C. İndi yaxşı. Hər kəs cavabı yazdı məncə. Düşündüyünüzü. C, D. Hər kəs cavabı yazdısa, indi izahına baxaq. Deməli belə, deyir ki, mənə hansı nöqtəyə uyğun dövr etmə tezliyi daha kiçikdir? Dövr etmə tezliyini müqayisə eləmək üçün A-nı da R-dən verib. Demək, mən təcilin içərisində R olan, A olan, N olan düsturunu yazmalıyam. Demək, hansıdır bu təcilin elə düsturu? A bərabərdir. V kvadratı böl R-də düstur. Düzdür və V-nin düsturunu qoyuruq. V-nin içərisində tezliyi olan düsturu buydu da bilirsiniz. 2πnr bölünsün R mötərizə kvadratından. Olacaq nə? 2 kvadrat 4 pi kvadratı, n kvadratı,
R kvadratı bölünsün R. R'lərin bir ixtisar gedir, qalır 4. Pi kvadratı, n kvadratı R. İndi baxıram n tapmalıyam. Məndən deyir ki, n tezliyi ən kiçikdir. N-i tapmaq istəyirəmsə, n-in düsturu nə idi? Gəlin biraz buradan yazım. Biraz bağladım. N'in düsturunu yazsam n bərabərdir. Yük altında a bölünsün 4 pi kvadratı r. N kiçik olması üçün, n kiçik olması üçün uşaqlar baxıram ki, nə olmalıdır? R böyük olmalıdır. R max olmalıdır. A minimum olmalıdır. Onsuz A'lar eynidir. R'in demək maksimum qiymətində n nə olacaq? Kiçik olacaq. Baxıram, bura uyğun R4, bura uyğun R3, R2, R1. Sıfırdan getdikcə qiymət artır da. Onda mənim qiymətim hansıda daha böyük olacaq? 1-də. Bəli, D variantı yazanlar məsələni düzgün həll ediblər. Tezliyi ən kiçik soruşduğu üçün. Kim başa düşmədi? Bir də soruşsun. Başa düşdü hər Bəli. Bəli, müəllim. Ha, yaxşı. Onda keçirik növbəti məsələyə. Kimsə başa düşməyib. Yorumlarda şeydə mesaj bölməsində yazmışdı. Mən görmədim. Hə, Aydan Abdullayev idi. Hə, gördüm. Hə, demək burada deyir ki, Aydan, deyir ki, A-nın evdən asılı qrafik verilir və A sabitdir. Deyir tezliyi müqayisə elə. Tezliyi müqayisə eləmək istəyirəmsə, tezliyin elə bir düsturunu yazmalıyam ki, təcilin elə bir düsturunu yazmalıyam ki, içərisində A olsun, N olsun, tezlik olsun. Təcilin baxıram, görürəm ki, A-nın elə bir düsturu var ki, 4 pi kvadratı, N kvadratı R. Burada təcilin düsturunda tezlik var. İndi tezliyi tapmaq istəyirəmsə, A-nı nə edəcəm? 4 pi kvadratı R-ə böləcəm, amma kök altında. Çünki təcil N-dən kvadratik asılıdır. Və baxıram ki, tezlik minimum olması üçün məxrəc nə olmalıdır? Böyük olmalıdır da. Məxrəc nə qədər böyüyürsə, kəsrimizin cavabı bir o qədər kiçilir. O da baxıram 1 nöqtəsinə uyğun. Ona görə də cavabım olur D. Bildiniz? Başa düşdü? Sağ ol. Tamam. Aha, onda növbəti məsələni keçirəm. 3-ü. Mənim burada modulda nəzərə alırıq. Yəni modulsuz baxırıq. Məsələn, 2-də aşağıya olduğu üçün mənfi sayılır da sürə. Fikrinizi yazın, sonra deyəcəm. Çünki digər uşaqlar fikirləşin, digər uşaqlar da fikirləşsin. İzahda deyərəm nə demək Oldu. istəyir. Yazın uşaqlar cavabları. C. C. Murad, birini yazırıq da, ikisini bilmərik ki. D, C. C, Y, aha. C yazanlardan biri səsi açıb izah eləsin. Niyə C? Mən izah eləyim mən. Aha, Məryəm, buyur zəhmət olmasa. Həməm mən burada A nöqtəsindən B nöqtəsinə mən burada yola görə getdim. Orada 4/3 hissəsini gedir. 4/3 hissəsində də kökdə 2V olurdu. Bu A-dan 2-yə də 4/1 hissəsidir. Yəni o da kökdə 2V-dir. Mən onları bərabər götürdüm. Bu 3 yerinə də 2/1-dir deyə elə bir ki 2V olur da. Ona görə C variantı olur. Bəli. Afərin, Məryəm. Deməli, A nöqtəsindən başlayaraq saat əqrəbi istiqamətində hərəkət edir. 2 nöqtəsinə gəlsə, bu çevrənin nə qədərini gedəcək? 4/1-ni. Düzdür? Onda nə qədər olacaq bunun sürət dəyişməsi? Kökdə 2V.
3 nöqtəsinə gəlsin nə qədər ciddi. Görürsüz? Çevrənin yarısını. Çevrənin yarısında t bölü 2 anında biz dedik ki, sürət dəyişməsi nəyə bərabərdir? 2v-yə. Bəs 4də 3-ündə nəyə bərabər? 4də 3-dən 4də 1-i bir-birinə bərabərdir bilirik ki. Ondan olacaq kökdə 2v. Bəli. 1 ilə 2 bir-birinə bərabərdir. 3də isə nədir onlardan? Böyükdür. Tamamilə doğrudur. Aha. Sualı olan var? Xeyr. Yoxdur. Aha. İndi növbəti məsələ 4-dür. 4-ə biraz az vaxt verəcəm. Yazın uşaqlar. D, A, C, A. Bu nə qəşəng? D. Hər cür fikirləşən var. Yaxşı. Deyir, eyni maddi nöqtənin uşaqlar V-nin R-dən o qədər düsturu var ki, yəni asılı olduq yaza biləcəyimiz. Amma bizə şərtdə nəyisə sabit verirsə, biz ona əsasən baxacağıq. Deyir ki, maddi nöqtənin eyni bucaq sürəti ilə hərəkətində xətti sürənin çevrənin radiusundan asılı qrafiki. Baxıram ki, maddi nöqtənin eyni bucaq sürəti ilə dediyi omega bərabərdir konstant deyir. Bəs bu düstur hansıdır? Biz deyirdik ki, V bərabərdir L bölək T. Və əgər çevrə tam bir dövr edərsə, kiçik t böyük t-yə bərabər olur. L də olur 2πr. 1 bölü t-yə n deyəndə deyirik 2πr n. Biz 2π ilə nə keçmişdik? Omega keçmişdik də. Omega vurulsun r. İndi bu sabitdirsə V ilə r necə asılı olacaq? Düz asılı olacaq. Mən V bərabərdir omega r də yaza bilərəm. Məqsəd burada odur ki, sizə xətti sürəti təkrarlatmaq. Məsələn, ona görə də əvvəlki düsturlara toxunuram. Yaxşı, növbəti məsələyə baxaq. 5-ə baxaq. 5-ə 5 saniyə vaxt verirəm. 1, 2, 3, 4, 5. Yazın. Aferin, bunu hər biriniz yazmışsınız. Bəli. Əgər desək sürət hansı istiqamətdədir, nə yazardıq? Sürətə nə yazardıq? Toxunan istiqamətdə. Aferin, toxunan istiqamətdə. Bəli, bu asan sual idi. Çevrim ümumiyyətlə asan bir mövzudur. Sadəcə biraz diqqət tələb edən bir mövzudur. 6-nı zəhmət olmasa fikirləşin, mən deyəndə yazarsınız. Yazın uşaqlar 6-nı. D. Təkrar deyirəm, mən sualı verəndə siz baxırsınız. Mən yazın deyəndə onu da yazın cavabları. Mən yazın deyənə qədər yazmayın. D, C, D müxtəlif cavablar gəldi. Gəlin mən də baxım. Radiuslu R bərabərdir. Bir dəqiqə. R bərabərdir konstant olan çevrə üzrə hərəkət edən cismin dövr etmə tezliyini azaltdıqda onun dövr etmə periodu necə dəyişər? Və təcildə necə dəyişər? Aha, indi periodun tezliyi ilə əlaqəsi hansıdır uşaqlar? Biz bilirik period 1 bölü n-dir. Əgər biz tezliyi azaldırıqsa periodun eynilik artırırıq. Bəs bunun A-nın tezliyi ilə olan düstur 4pi kvadratı n kvadratı vur r və yaxud da ki 4pi kvadratı r bölünsün t kvadratı. İndi n-i azaldırıqsa A-nı nə edirik? Azaldırıq, düzdürmü? Oldu cavabımız nədir? Artar, azalar. Baxın görün burada o cavab görmürəm. Hə, gördüm. Evet. Artar, azalar D variantı. Bəli, gözüm. Hə. Belə uşaqlar. Növbəti məsələ 7. Mən yazın deyəndə yazarsınız. Yazın deyənə qədər yazmayın. Düşünün. Yazın uşaqlar. AB, A, B, Y, C.
D qalıb, D yazan yoxdur. A, B, C, Y. Müəllimə sizə bir söz demək istəyirəm, olar? Dərsin sonunda deyərsiniz. A, B, C. A, B, C. Baxım görüm elə. C var, A var. A, B, C. Hə, D də yazan oldu. Bütün variantı yazdınız bura. Deməli belə. Bir dəqiqə uşaqlar. Mən də buradan çıxım. Gəlin baxaq. Uşaqlar deyir ki, səsim gəlir? Bəli. Bəli, mənim gəlir. T1, T2, T3 tapaq. Uşaqlar, qarşılı ötürmədə bir dənə yadınızda saxlayırsınız ki, xətti sürətlər eynidir. Yəni sən məsəl üçün pedalı nə qədər sürətlə fırlatsan, məsələn təkər o sürətlə fırlanacaq. Xətti sürəti eyni olan, baba bu qarşılı ötürmə qarşılar üzərindədir. Onda V3 ilə V2 eyni olacaq. Və V3 ilə V2 eyni olacaq, amma T1 ilə V1 ilə V2 isə eyni olmayacaq. İndi gəlin biz birinci asandan başladıq. Periodların müqayisəsi period dedik bayaqlara harda eyni idi? Hansını dedik periodlar eynidir? 1-2. Qarşılıqda. Ay, qarşı deyil o. Diskdədir. Yo, iç-içədə, hə, iç-içə. 1-2-də. Hə, bəli, 1-2-də, bəli. Bir dedim ki, ərbizdə 1-2-ni görəndə, bax bir dənə ən yaxşı üsul, qızlar da, oğlanlar da üzük. Maşallah indi bütün qızlar da taxır, oğlanlar da taxır. Ərbizdəki üzüyü yadınızda saxlayın ki, üzüyünüzün ərbizi alıb fırlatsız, içəri halqası necə fırlanarsa, içərisi qalıb sonra fırlanmır ki, düzdürmü? Eyni periodla fırlanır. Sonra tezlikləri eyni olur. Daha sonra bucaq sürətləri eyni olur. Dəyişən nə olur? İçərisinin radiusuna, çölünün radiusuna görə. Yəni mən bunu Lori-də sizə başa düşəsiniz deyə nümunə çəkirəm ha. Yəni tam belə kobud bir nümunə olsa da. Hə, dəyişən nə olur orada? Sürət, təcil və gedilən yolların val. O da radiusa görə. İndi gəlin baxaq. Dedik T1 ilə T2 eynidir. Bəs T2 ilə T3-ü nə yaza bilərik? T2 ilə T3-ü müqayisə etmək üçün V2 bərabərdir V3 yazıram. Və alıram ki 2pi R2 bölünsün T2 bərabər nəyə? 2pi R3 bölünsün nəyə? T3-ə. 2pi'lər ixtisar gedir. Qalır nə? R2 bölünsün nə? T2 bərabərdir R3 bölünsün T3-ə. Düzdürmü? Yəni burada nə alıram? Alıram ki uşaqlar. Məsəl üçün F ilə T necə asılı alıram burada? Kim deyər? Necə başa düşdünüz? Aha, sağ, bəli. R2-ni əgər R3-ə bölsəm, onda T2-ni T3-ə böləcəm. Demək, bunlar düz asılıdır. Onda hansının radiusu böyüksə, onun da periyodu nə olacaq? Böyük olacaq. Məsələn, baxın. T2 T3-dən nə olacaq? Böyük olacaq. T1 ilə T2 bir-birinə bərabərdir oyunda, onda T1 də böyük olacaq. T1 ilə T2 bərabər T3-dən böyük. C yazanlar düz yazıb. Bax, biri 10 dənə A yazmışdı. Yəni səhvdir. Hə. 50 idi. Gördün Əli? A-nın sayını artırmağa ehtiyac yoxdur. Sadəcə səhv tapmışdı. Başa düşdün Əli səhvini? Əli Məmmədov. Belə iddiasın adı. Kim nəyə başa düşmədi? Bir də izah eləyim. Başa düşdünüz? Aha, çox gözəl. 8-ə. Hə, 8-ə 5 saniyə vaxt verirəm. Yox, deyil. B'dir. Sakit. 8-i deyin cavabını. B. Aha. Nədir kifayət zamanda dədi qiymətcə dövrlərin sayına bərabər olan cəmiyyətə nə deyilir? Bəli. Zahid zamandakı dövrlərin sayı dövr etmə tezliyidir. 9. 9-u fikirləşin, mən yazın deyəndə yazarsınız. Səs takip. Ayağın səsini gəlir. Söndürüm ayağın səs salım. Özünə. Dokkuzu yazın uşaqlar. Bu variant yoxdur Vəfa.
Aha. Nə deyir ki? Deyir ki, nə zaman deyir, yer dəyişmənin modulu ən böyük. Yer dəyişmənin bu çevrə üzrə hərəkətinə baxsaq, yer dəyişmə məsələn t bölü 2-də nə gedir? 2r. T bölü 4-də, 4-də 3-də nə gedir? Kökdə 2r. Sonra t bölü 6-da nə gedir? R gedir. T bərabər t anında nə gedir? 0 gedir. Baxırıq ki, t bölü 2-də ən böyükdür. Bəli, y yazanlar düzəlsin. 10 nömrəli məsələ. Onu bir dəqiqə vaxt verin məsələ olduğu üçün düşünün.